Düyü çox yeyənləri hansı təhlükə gözləyir? İki sahil xəbər verir ki, Rusiyalı diyetoloq Aleksey Kovalkov Asiya xalqlarının hər gün düyü yeməsini əsas gətirərək Avropa və digər xalqların bu qardilə keçməsini düzgün seçim hesab etmir. Çin və Yaponlar uşaqlıqdan gündəlik düyü yeməyə alışıb. Avropalının mədəsi isə kartof, makaron, qarabaşağa alışıb. Keçmiş SSR ərazisində düyü nadir halda bayramlarda bişilərdi. Son zamanlar digər xalqlara baxıb və düyünün ucuz və əlçatan olmasından istifadə edərək, İnsanlar gündəlik düyü yeyərək sonra özlərini pis hiss edir. Düyünün orqanizmdə nələr yaratdığını izləmək üçün belə eksperiment aparıb. Düyünün üzərinə su alıb, sonra ona bir neçə damcı yod damızdırın. Yod nişasta ilə reaksiyaya girərək suyu qara rəngə boyayacaq. Eyni reaksiya insan bədənində də gedir. Nişasta qlikozaya çevrilir, nəticədə qanda şəkər qalxır. Bu qida insulin dirəncini artırır. İnsulin dirənci olanlar isə düyüdən sonra özlərini pis hiss edir. Aktiv və sağlam insanlar düyünü ayda 3-5 dəfə yeyə bilər, xəstəliyi olanlar isə nadir halda yeməlidir.